Xalq artisti Tarzən Bəhram Mansurov 1911-ci il fevralın 12-sində Bakıda İçər şəhərdə musiqiçi ailəsinə anadan olmuşdur. Bəhram Mansurovun musiqişünas babası Məşədiməlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisdə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşud Banu Natəvan, Əbdülrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonaq olmuşdular. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınmışdır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır. Bəhram Mansurovun atası Məşədi Süleyman bəy tarda ifa edir və muğamın bütün incəliklərini bilirdi. 18 yaşına çatdıqda istedadı Bəhramın ifaçılıq qabiliyyəti diqqət cəlb edir. O, Dövlət Xalq Çalğı Alətləri Orkestrına dəvət edilir. Burada yeni əsərlərin ifasını öyrənməklə yanaşı, bir çox görkəmli sənət adamları ilə tanış olur. Gənc Tarzən həmçinin filarmoniyada çalışır, məşhur xanəndələrdən Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabskini, Yavər, Münəvvər və Haşim Kələntərliləri, Zülfü Adgözalovu və başqalarını müşahidə edirdi. Bəhram Mansurov zəngin muğamlarımızın gözəl bilicisi kimi məşhur olur. 1932-ci ildən Mirzə Fətəli Axundov adına Dövlət Akademik Opera və Balet Teatrında çalışmağa başlayan sənətkar ömrünün 40 ilini burada keçirmişdir. Bəhram Mansurov uzun illər Leyli və Məcnun, Əsli və Kərəm, Aşıq Qərib, Şah İsmail və başqa operalarda bir çox kalfe sənətkarlarını müşahidə etmişdir. Bəhram Mansurov tar çalanda ona qulaq asan hər kəs bu tarzənin orijinal üslubuna, vurduğu xallara heyran qalmaya bilməzdi. Onun özünə məxsus yaradıcılıq siması dərhal nəzərə çarpırdı. Bəhram Mansurovun çalğısını başqaları ilə qarşı salmaq mümkün deyildi. Onun xalları, ifaçılıq üslubu dərhal özünü tanıdırdı. Dahi bəstəkar Fikret Əmirov dostu Bəhram Mansurov haqqında deyirdi ki, Bəhramın əsl mənada öz mizrabı, öz sarı simi və özünə məxsus olan güclü biləyi var. Bəhram Mansurov ilk Azərbaycanlı musiqiçidir ki, onun ifasında çahargah və rast muğamlara nota alınıb. Bayatı Şiraz, Humayun, Şur, Bayatı Kürd, Çahargah ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb. Bütün dünyaya yayılıb. Görkəmli Tarzən 54 il opera və balet teatrında çalışıb. Muğam operalarında xanəndələri müşahidə edib. Onun ifasında olan bütün muğamlar, Dəraməd, Diringə, Təsnif və Rəngləroğlu xalq artisti Eldar Mansurov tərəfindən nota salınıb. Bəhram Mansurov bir sıra ad və mükafatlara layiq görülüb. O, 1941-45-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə, Qafqazın müdafiəsinə görə, 1941-45-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi, əmək veteranı. 1941-45-ci illər Böyük Vətən müharibəsi qələbənin 40 illiyi medalları 2 dəfə şərəf ordeni ilə təltif olunmuş və 1956-cı ildə əməkdar, 1978-ci ildə xalq artisti fəxri adına layiq görülmüşdür. 1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi Tarzən Bəhram Mansurova həsr olunmuş Çalır Bəhram Mansurov sənədi televiziya filmi çəkilir. Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də ömrünün 75-ci ilində vəfat edib.